Atanıza xəsarət yetirərkən bədənin hansı nahiyələrinə vurmuşsunuz bıçaqla? Yadınızda deyil. Bu hadisə hansı otaqda baş vermişdi? Dəhlizdə. Dəhlizdə. Yəni bir neçə otaqdan keçərək sürüşünə əlbəyə ola dəhlizə tərəf. Siz deyirsiniz ki, yadınızda deyil hansı şəraitdə atanıza xəsarət yetirdiniz. Bəs özünüzə gələndən sonra nə gördünüz? Atanız hardaydı, həm vaxt ölmüşdü, yoxsa hələ sağ idi? Özümə gələndən sonra bir tək onu gördüm ki, hər tərəf kan içindədir. Sonra həyətə boylandım, atam yerdə uzanmışdı. Atama yaxınlaşdım, xırıltı gəlir. Sonra mən atan yerinə çalışdım ki, bu xırıltısı çəkildi. Biraz özümü itirdim, təzədən ağladım. Özümə gələndən sonra 102-103-ə dən gəldim, sağlayacaq.